Son dövrümüzün trend hadisələrindən biri də biz həkimlər arasında müşahidə etdiyimiz odur ki, pasiyentlər zallarda idmanla məşğul olur və bununla yanaşı da çoxlu miqdarda zülal qəbul edirlər. İstər protein şəklində, istər qidalar şəklində. Əslində bu bizi biraz sevindirir və biraz da kədərləndirir. Çünki hər şeyin artığının zərərli olduğu kimi zülal qəbulunun artıqlığı da zərərlidir və zülal qəbulu çılğınlığına bir son vermək lazımdır. Düşünün ki, zülal tək başına orqanizmdə işləməyəcəkdir və normal sağlam adamın zülalı olan tələbatı sutkada 1 kiloqrama 0.8-1 qram olmaqla gündəlik doz olaraq təşkil edir və təqribən 70 kiloluq adamda bu hardasa 80-100 qram arasında dövr edir. Tələbatımız bu qədərdir, yəni. Bu tələbatı aşdıqda biz orqanizmimizi yükləməyə başlayacağıq. Böyrəklər yüklənəcək və sidikdə proteinuriyanın miqdarı artmış olacaq. Böyrəklərin daha vaxtından öncə zədələnməsinə səbəb olacaq və buna görə də nəzarətsiz zülal qəbulu məsləhət deyil. 2024 YEZI və 2025 ADA tədqiqatlarına və protokollarına əsasən göstərilmişdir ki, artıq miqdarda zülal qəbulu balanslaşmamış qidalanmaya, karbohidratla daha az qidalanmaya səbəb olur. Amma bu zaman biz unuduruq ki, karbohidratlar bizim enerji sərfiyyatımızın 50%-ni verdiyinə görə karbohidratsız qidalanma da özü enerjisizlik və yorğunluqla nəticələnə biləcəkdir. Belə bir mif vardır. Zülal nə qədər çox olsa, o qədər yaxşıdır. Əslində fakt olaraq zülal lazımından artıq olarsa, bu böyrək yükünü artıraraq kalsium itkisini artırmış olur. Həmçinin daha dərin də gedəriksə, insulin direncinin artmasına səbəb olacaqdır. Və düşünün ki, tək zülal qəbulu öz başına təklikdə bir şey eləməyəcəkdir, amma yanaşı olaraq biz kalori qəbuluna, həmçinin fiziki aktivliyin artması, sağlam yuxu, balanslaşmış qidalanma və suyun düzgün qəbulu ilə effekt almış olacağıq. Ona görə də miflərə inanmayın, həkimlərə inanın və sualınızı birbaşa həkimlərinizə yönləndirin. Sonda isə bu videonu idmanla məşğul olan zülal qəbulunu təşviq edən bütün dostlarınıza, həmkarlarınıza göndərməyi unutmayın. Özünüzə yaxşı baxın.